Salam əziz şagirdlər və tələbələr. Bugün sizə başa salacağım dərs çoxüzlülər, onların səthi və həcmi olacaq. Çoxüzlülər nədir? Sonlu sayda müstəvi çoxbucaqlarla hüdudlanmış cismə deyilir. Çoxüzlünü hüdudlandıran çoxbucaqlara da onun üzləri deyilir. Hər birini şəkil çəkərək şəkillər üzərində göstərəcəm. Prizmadan başlamaq istəyirəm, çünki ən başda zaten prizmanı başa salırlar. Elə mən də prizmadan başlamaq istəyirəm. Prizma nədir? Paralel müstəvilər üzərində yerləşən iki bərabər çoxbucaqlı və bu çoxbucaqların uyğun nöqtələrini birləşdirən bütün parçalardan ibarət fiqura deyilir. Bunu şəkil çəkəndə zaten başa düşəcəksiniz. Əvvəlcə şəklin çəkilmə qaydasını göstərəcəm. Prizmanın çəkilmə qaydasında əvvəlcə bir dənə üçbucaq çəkirik. Buradan belə bir dənə üçbucaq çəkək. Daha sonra eyni üçbucağı çəkəcəyik, amma arxadan biraz sağa və yuxarı tərəfdə eyni ölçüdə ikinci üçbucaq çəkəcəyik. Buradan. Biraz elə eləyək ki, bu uc nöqtələri birləşdirə bilək. Daha sonra ucları birləşdirəcəyik. Birinci üçbucağın hər küncünü digər üçbucağın uyğun küncü ilə birləşdirəcəyik. Məsələn, bunun baxın üçbucaqların eyni nöqtələri görsəndə bu nöqtə ilə bu nöqtə məsəl üçün eynidir. Həmin nöqtələri bir-bir birləşdirəcəyik. Buradan bura qədər, buradan bura qədər və buradan da bura qədər. Yox, bu alınmadı. Elə çəkməliydik ki, bu əslində toxuna bilsin. Amma alınan şəkil budur. Siz dəftərdə daha qəşəng çəkərsiniz. Burada yaxşı alındıra bilmirəm. Və bunun üzərində mən sizə üzü nədir, təpəsi nədir, tili nədir, hamısını göstərəcəm. Üz dedik ki, çoxuzunu hüdudlandıran çoxbucaqları onun üzləri deyil. Baxın, bu hissədə onun üzüdür. Bu hissə də üzüdür. Bu hissədə, bu hissədir. Daha doğrusu bura ümumi bir üçbucaqdır. Bu hissədir. Və bu üçbucaqlar onun oturacağıdır. Yan tərəfləri isə daha doğrusu dördbucaqlı şəklində. Yox, paraleloqram şəklindədir. Baxın, bu hissəyə diqqətlə baxsaq, bu hissəyə paraleloqram şəklindədir, görürsünüz. Daha sonra til nədir? Qonşu üzlərinin ortaq tərəflərinə çoxbucaqlıların çoxüzlünün və yaxud çoxüzlünün tilləri deyilir. Məsələn, bu xətt, baxın, bu xətt bir tildir, bu xətt də bir tildir, bu xətt də bir tildir. Hər gördüyünüz bir xətt tildir burada. Baxın, buradan da belə saysaq bunun neçə tili olduğunu tapa bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə tili var. Daha sonra təpə nöqtəsi nədir? Təpə nöqtəsi isə 3 və daha çox sayda üzvlərin ortaq nöqtələrinə çoxuzun təpə nöqtəsi deyir. Baxın, bu nöqtə sadəcə nöqtə, düz xətt yox. Təpə nöqtəsidir. Bu nöqtə də təpə nöqtədir. Burada, bu da, yox, bura yox, bura üçbucaqdır. Və burada. Bunun deməli 6 dənə təpə nöqtəsi var. Daha sonra çoxuzun diaqonalı nədir? Bir üz üzərində olmayan iki təpəni birləşdirən düz xətt parçasına çoxüzlünün diaqonalı deyilir. Diaqonal kəsiyi də var. Diaqonalın özü də var. Prizmada qonşu yan üzlərin ortaq tərəflərinə prizmanın yan tilləri deyilir. Və bir üzün üzərində olmayan hər hansı iki təpəni birləşdirən düz xəttə də prizmanın diaqonalı deyilir. Prizmanın bir üz üzərində olmayan iki yan tilindən keçən müstəviyə isə diaqonal müstəvisi deyiləcək. Bu müstəvinin prizma daxilində qalan hissəsinə isə diaqonal kəsiyi deyilir və prizmanın oturacaq müstəviləri arasındakı məsafəyə onun hündürlüyü deyilir. Oturacaq müstəviləri arasındakı məsafə, yəni bu hissə, baxın, oturacaq müstəviləri arasındakı məsafədir bu. Daha sonra oturacaq müstəviləri arasındakı məsafə, oturacaq müstəvilər deyil, buradan aşağıya qədər olacaq. Belə. Daha sonra burada bəzi düsturlar var. Prizmanın diaqonallarının say düsturu n vurulsun. Bunu dəyişdirim. N vurulsun. N çıxı 3'dür. Bu diaqonal sayıdır. Amma əgər sizdən diaqonal kəsiklərinin sayı soruşsa, bunun yarısına bərabər olacaq. Yəni çaşıb diaqonalla diaqonal kəsiyini qarışdırmayın, imtahana sala bilərlər. 9-un imtahanına ola bilsin ki, düşməyə bilər. Çünki o qədər vacib deyil prizma. Amma əksərən paralelipipedlə kub düşəcək. Yəni onunla 100% əminik ki, düşə bilər. Təpələrinin sayı
2n-dir. Üzlərinin sayı n plus 2-dir. Tillərinin sayı isə 3n-dir. Bu düsturlardan tapa bilərik. Bu mənim çəkdiyim düzgün üçbucaqlı prizma desək, bunun tərəfləri bir-birinə bərabər olacaq. Yəni bu üçbucaqların tərəfləri bir-birinə bərabər olacaq. Və bu hissədə onun, baxın bu hissədə onun hündürlüyü olacaq. Daha sonra düzgün dördbucaqlı prizma çəksək, elə düzgün çoxbucaqlı prizma, dördbucaqlı prizmada isə yan tərəflər paraleloqram əvəzinə dördbucaqlı şəklində olacaq. Düzgün altıbucaqlı prizmada da yan tərəfləri elə bilin ki, bu üst hissədə üçbucaq çəkmişəm. Bunlar altıbucaqlı ilə əvəz olunacaq. Və düzgün altıbucaqlı prizmada kiçik diaqonal düsturu var, böyük diaqonal düsturu var. Diaqonal 2 yazıram, yəni kiçik diaqonal düsturu. Kök altda 3a kvadratı, kök altda 3a kvadratı plus h kvadratıdır. Böyük diaqonal düsturu isə db yazıram. 4a kvadratı plus h kvadratının kök altda ifadəsinə bərabərdir. Prizmada bundan artıq bir şey yoxdur. Keçək paralelipipedlə kuba, ən əsasına. Deməli, paralelipiped oturacaqları paraleloqram olan prizmaya paralelipiped deyilir. Paralelipipedin yan tili oturacağına perpendikulyar olduqda ona düz, əks halda isə maylı paralelipiped deyilir. Düz paralelipipedin oturacağı düzbucaqlı olduqda ona düzbucaqlı paralelipiped, kvadrat olduqda isə ona düzgün paralelipiped deyilir. Gəlin bir dənə paralelipipedin çəkilməsini göstərim. Bunu yəqin ki, hamı bilər ki, internetdə çox vaxt əvvəllər paylaşılırdı. Uşaqların çoxu da həmən videolara baxmış olar. 2 dənə çəkirik düzbucaqlı. Birini buradan, birini isə biraz buradan çəkəcəyik. Və bu uc nöqtələri yenə birləşdirəcəyik. Bu videoları yəqin ki, hamı görmüş olar. Mən özüm də uşaq vaxtı belə öyrənmişəm bunu çəkməyi. Kubda da eyni şəkildə kub çəkəcəyik. İçinə də başqa bir kub çəkirik və uc nöqtələri yenə birləşdiririk. Bunu əvvəllər çox paylaşırdılar. Baya məşhurlaşmışdı həmən videolar. Deməli, burada da yenə eyni şəkildə təpə nöqtələri var və tilləri var. Bu düz xətlər tildir. Bu nöqtələr isə təpə nöqtəsidir. Eyni şəkildə kubda da elədir. Və gələk paralelipipeddə bəzi düsturlara. Paralelipipeddə diaqonal düsturu var. D kvadratı bərabərdir a kvadratı plus b kvadratı plus c kvadratı. Kubda isə bu düstur d bərabərdir a kök 3-dür. Əgər xarici çəkilmiş çevrənin radiusunu soruşarsa, bunu paralelipipedin yanından yazıram. Paralelipipeddə böyük r bərabər olacaq d bölü 2-yə. Kubda isə həm xaricinə çəkilmiş çevrənin radiusu var, həm də daxilə çəkilmiş çevrənin radiusu var. Aşağıdan yazıram ikisində. Xarici çəkilmiş çevrənin radiusu belə yazaq. Radius, böyük radius xarici çəkilmiş çevrənin radiusudur. A kök 3 bölü 2-dir. Və kiçik yer, yəni daxilə çəkilmiş çevrənin radiusu isə a kvadratı böl 2-dir. Tili a olan kubun təbəsindən diaqonalına qədər məsafə a kök altda 6 bölünsün 3-dür. Daha sonra kubun diaqonaldan onunla kəsişməyən tilinə qədər olan məsafə isə a kök 2 bölünsün 2-dir. Daha sonra prizmanın səthinin sahəsi var və müstəvi kəsikləri də var. İndi onları da yazıram aşağıdan. Düz prizmanın yan səthinin sahəsi S yan yazıram. P ot, yəni oturacağın perimetri vurulsun L. L yəni hündürlük də yazıla bilər L-in yerinə. Tam səthinin sahəsində isə bundan əlavə üstünə 2 vurulsun, yazım bir dəqiqə tam səthinin sahəsi. Bunun eynisini yazacaq, yəni oturacağın sahəsi vurulsun L, yəni hündürlük. Plusdakı 2 vurulsun S oturacaq, yəni oturacağın sahəsini. Daha sonra L tilin uzunluğudur, yəni həm də h-a bərabər olur ona görə də. Mail prizmada isə yan səthinin sahəsi, belə yazım, S yan bərabərdir
perpendikulyar kəsiyin perimetri, yəni buna qısaca PPK yazılır. Vurulsun L, yenə L-də hündürlükdür. Daha sonra mail prizmanın tam səthinin sahəsində isə S tam. 2 vurulsun oturacağın sahəsi plus yan səthinin sahəsini toplayacaq. Mail prizmanın hündürlüyü isə tərəf vurulsun sinüs alfaya bərabərdir. Düzgün üçbucaqlı prizmada isə elə ən çox da düzgün üçbucaqlı prizma düşür və yaxud da prizmanın özü düşür. Düzgün üçbucaqlı prizmanın yan səthinin sahəsi 3AH-dır. S-yan bərabərdir 3AH. Bir də var ki, tam səthinin sahəsi. Tam səthinin sahəsində yazaq. S tam bərabərdir. 2 vurulsun A kvadratı kök 3 bölünsün 4. Üstəgən sığma da buradan yazacağım. Üstəgənsin 3AH. Daha sonra düzgün dördbucaqlı prizmada yan səthinin sahəsi 4AH-dır. Çünki zaten düzgün dördbucaqlıdır. Dördbucaqlıda da 4 tərəf də bir-birinə bərabərdir. Düzgün dördbucaqlı prizmanın tam səthinin sahəsi isə S tam 2A kvadratı plus 4AH-dır. Və diagonal kəsiyinin sahəsi isə A kök 2 vurulsun H-a bərabərdir. Bunu bir dənə düzəldək. A kök 2 vurulsun H. Daha sonra gəlin indi paralelipedin düsturlarına baxaq. Paralelipedin bir təpəsindən çıxan tilləri A, B, C, onun xətti ölçüləri adlanır. Bunu dedik. İndi gələk əsas düsturlara. S-yan bərabər yan səthinin sahəsi 2 vurulsun AC plus 2 vurulsun BC. Amma tam səthinin sahəsini soruşsam, tam səthinin sahəsi bərabər 2 vurulsun mötərizədə. Bir-bir tərəfləri hamısını vurmalıyıq da. AC vurulsun, daha doğrusu toplamalıyıq. AB plus BC. Həcmi isə bərabərdir 3 tərəfində bir-birinə hasilə, yəni hündürlüyündə bir-birinə, daha doğrusu tərəflərin və hündürlüyün bir-birinə hasilə bərabərdir. Diagonal düsturu, bunu bayaq yazmışdım, yenə də buradan da yazım. Bu hissə komple paralelepipeda aid olacaq. A kvadrat plus B kvadrat plus C kvadrat. Daha sonra diagonal kəsiyinin sahəsi, bu yanılmıramsa çox düşmür, amma yenə də yazaq. Kök altda A kvadrat plus B kvadratı vurulsun C. Böyük radiusda yazmışsıq, yəni yenə də yazaq. D bölü 2-dir. Kubu da ən aşağıdan kub haqqında yazacağım. Kub isə bütün tilləri bərabər olan düzbucaqlı paralelepipeda deyilir. Bunun yan səthinin sahəsi tərəfinin kvadratı vurulsun 4-ə, yəni 4A kvadratıdır. Tam səthinin sahəsi 6A kvadratıdır. Həcmi A kubudur. Diagonalı A kök 3-dür. Diagonal kəsiyi isə, belə kəs yazım. Diagonal kəsiyinin sahəsi isə A kvadratı kök 3, daha doğrusu A kvadratı kök 2. Sonra kiçik radiuslu, böyük radiusu yazmışdıq, yenə də yazaq. Kiçik radius A bölü 2, böyük radius D bölü 2-dir. Bayaq da burada D-nin yerinə A kök 3 yazmış. Yəni D A kök 3-ə bərabərdir. Ona görə A kök 3 bölü 2 də yaza bilərik, əgər bizə diagonalı verməyibsə. Gəlin bunu bir dənə misal üzərində baxaq. Olsun ki, deyir ki, məsəl üçün diagonalı 4 kök 3 cm olan diagonal, yəni kubun diagonal kəsiyinin sahəsini tapın. Biz bilirik ki, diagonal A kök 3-ə bərabərdir. Yəni A kök 3 bizə diagonal verib 4 kök 3. A kök 3 bərabərdir 4 kök 3-ə. A da bərabərdir 4 kök 3 bölünsün kök 3-ə. Bunlar gedəcək, qalacaq 4. Deməli, tərəf 4-dür. Bizdə də diagonal kəsiyinin sahəsi A kvadratı kök 2-dir. Onda belə yazacaq. Diagonal kəs yazaq, yəni kəsiyinin sahəsi. A kvadratı deyir də. Onda biz yazacağıq ki, 16, yəni 4-ün kvadratı 16 kök 2. Cavab 16 kök 2 sahəsi də olduğuna görə santimetrin kvadratı yazacağıq. Bəzən santimetrin kvadratı yazılmır və hər an səhv ola bilər. Yenə də biz önləm deyirlər, türklər önləmimizi alaq.
Daha sonra piramida. Piramida bir üzü hər hansı çox bucaqlı, qalan üzvlər isə ortaq təpəli üç bucaqlı olan çox üzlüyə piramida deyilir. Piramidanın da oturacağı kvadrat şəklində olur və yanlarından xəttlər çıxır, elə bilin ki. Baxın bu şəkildə. Burada bir dənə elə bilin ki kubdur və burada indi çəkə biləcəyimi sanmıram. Buradan bir bunu elə bilin ki, baxın, bir dənə belə çəkəcəm. Və bu xətləri də əyri şəkildə gətirəcəm ki, qarışmasın. Bir dəqiqə, təzədən çəkək. Əyri çəkməli idim o xətləri. Bunu belə, bu da əyri. Yox, çəkə bilmirəm. Şəkildə biraz problemliyəm. Bir dənə belə, buradan da bir dənəsini. Daha sonra buradan xətt deyəcəyik. Aha. Buradan yuxarıya bir xətt çəkirik. Prosta qarışır. Elə eləməyik ki, bu xəttdə qarışmasın, amma eləyə bilmirəm onu. Buradan bir xəttdir, buradan bir xətt, buradan bir xətt, buradan da bir xətt. Hamısı elə bilin ki, bir-birini tamamlamalıdır da. Daha sonra burada əsas düsturlar var. Üzlərinin sayı n+1-dir. Tillərinin sayı 2n-dir. Təpə nöqtələrinin sayı n+1-dir. Diagonal kəsiklərin sayı isə n vurulsun n-3 bölünsün 2-dir. Burada əsas məsələ şəkil çəkmək deyil. Yəni şəkli pis çəkə bilərsiniz. Ona zaten imtahanda heç kim deməyəcək ki, sən gəl qəşəng şəkil çəkməlisən. Yəni əgər pis çəkirsinizsə, yəni pis olmanıza heç ehtiyac da yoxdur. Əsas odur ki, siz düsturları bilin, imtahanda gedib o düsturları yaza biləsiniz. Əsas məsələ bundan ibarətdir. Daha sonra çoxüzlülərin həcmi, hamısını deyəcəm. Bütün çoxüzlərin həcmi haqqında danışacağam. Prizmanın həcmini bayaq yazdıq. V bərabərdir. S oturacağın sayısı vurulsun hündürlük. Daha sonra perpendikulyar kəsiyin sahəsi vurulsun L də yaza bilərik. Elə də olar. Düzgün üçbucaqlı prizmanın həcmi yazaq belə. Düzgün üçbucaqlı prizmanın həcmi A kvadratı kök 3 bölünsün 4 vurulsun hündürlükdür. Düzgün dördbucaqlı prizmanın həcmi isə A kvadratı vurulsun hündürlükdür. Düzgün altıbucaqlı prizmanın həcmi 6A kvadratı kök 3 bölünsün 4 vurulsun hündürlük. Düzbucaqlı paralellepipedin həcmi bayaq da yazdıq, tərəflərin hasilinə bərabərdir. Kubun həcmi də, onu da bayaq yazdıq, A kubuna, yəni tərəfin kubuna. Elə bilin ki, biz düzbucaqlı paralellepipeddə 3 tərəfi də bir-birinə vurduq da, hündürlük də qarışıq. Kubda isə tərəflərin hamısı bir-birinə bərabərdir, hündürlük belə yəni. Ona görə də yəni A vur, A vur, A vurdu. Yəni A vur, A vur, A'dır. O da 3 dənə A'nı bir-birinə vursa A kuba eləyəcək. Piramidanın həcmi 3də 1 oturacağın sahəsi, bir də hündürlüyün bir-birinə hasilidir. Kəsik piramidanın həcmi. Bu düşünürəm ki, yəni çox düşəcəyini düşünmürəm. Amma yenə də yazıram. 3də 1 mötərizədə S1 plus kök altda S1 S2 üstə gəlinsin S2 mötərizəni bağlayaq vuraq hündürlüyə. Daha sonra tetraedrın həcmi. Tetraedrdən haqqında danışmıyorum. Çünki 9-un imtahanında tetraedrdir. Hətta piramida falan da düşməyə bilər. Yenə də başa saldım. Bu düsturları ona görə deməyəcəm. Düzgün dördbucaqlı piramidanın həcmini deyim. O da ki 3də 1 A kvadrat H-a bərabərdir. Burada mən sizə deyim də hansılar əsas düsturlardır. Baxın, yuxarıda yəni həcm düsturlarından bu düzgün, daha doğrusu düzbucaqlı paralellepipedin həcmidir. Bu daha çox lazım ola bilər. Kubun həcm düsturu, bunlar daha çox lazım ola bilər. 9-un imtahanından danışıram. Daha sonra burada baxın bu düsturlar. Kub haqqında bu düsturlardır. Yuxarıda danışdıq düzbucaqlı paralellepipeddə bu hissələr. Baxın, komple bu hissə, bu hissə. Bunları yanınıza bir dəftər, qələm alın. Bunların hamısını qeyd edin. Çünki
Əgər 9-cu sinifsinizsə, çünki hətta 11-ci siniflərdə yaza bilər. Sadəcə olaraq 11-lərə piramidadır, konusdur, hamısı qarışıq düşəcək, amma 9-un imtahanına daha çox paralellepipedlə kub düşəcək və hamısını yenə də yazmışam. Bu hissədir. Buralar da çox lazım olacaq. Daha sonra gəlin hətta nümunələr üzərində də bir-iki misala baxaq. Deməli, deyir ki, diaqonalı 4/3 olan kubun həcmini tapın. Bayaq belə bir şey yazmışdıq, amma onda diaqonal kəsiyini soruşurdu. Baxın, diaqonal A/3-dür. A/3-dür və diaqonal da bərabər 4/3-ə. Yəni A/3 bərabər 4/3-ə. Tərəfi də soruşanda 4/3-ü böləcəyik kök-3-ə. Bunlar gedəcək, cavab 4. Tərəfimiz 4-dür. Kubun həcm düsturu nə idi? A kubu idi. 4-ün kubu nədir? 64-dür. 64 santimetrin kubu olacaq. Sahədə amma santimetrin kvadratı olur və yaxud metrin kvadratı, belə şeylər. Daha sonra deyir ki, məsəl üçün, üçbucaqlı piramidanın yan tilləri cüt-cüt perpendikulyar olmaqla 5, 6 və 8 santimetrə bərabərdir. Piramidanın həcmini soruşur. Üçbucaqlı piramidanın yan tilləri cüt-cüt perpendikulyar olarsa, həcmimiz bərabər olacaq. 6-da 1 vurulsun 3 tərəfində bir-birinə hasili. Tərəfləri də bizə verib 5, 6, 8. 5 vurulsun 6, vurulsun 8, bölünsün 6. 6'lar gedəcək, cavab 40 santimetrin kubu. Daha sonra əgər desək ki, həcmi 48 santimetrin kubu olan piramida oturacağına paralel müstəvi ilə kəsilmişdir. Müstəvi piramidanın hündürlüyünü təpədən başlayaraq 2 bərabər hissəyə bölür. Alınan kiçik piramidanın həcmini soruşur. Bunun üçün şəkil çəkməliyəm, amma o şəkildə heç yaxşı çəkə bilmirəm. Yenə də yenə çalışacağım. Bir dənə paraleloqram çəkim. Yəni çalışacağım, görək çəkə bilirəm. Biraz buradan belə qaldırım. Buranı da biraz belə gətirim. Buradan və buradan. Yəni oxşada bildim ən azından. Gəlin buraları birinci adlandıraq. Bura A, bura B, C, D. C baxın bu bir dəqiqə. C bu hissədir, nöqtənin toxunacaqdır. Bir dənə də hündürlük çəkəcək. Baxın burada belə bir şey verib. Buranı da belə. Şəkli yaxşı çəkə bilmədim, alındıramıram. Və buradan da bir dənə hündürlük çəkib. Bura H1 hündürlüyüdür. Bu nöqtədə olacaq sadəcə H. Buranı da D1 deyək. Buranı C1, B1 və A1. Burada olsun Y. Şəkil biraz yaxşı alınmadı. Bu hissədə biraz qatışıqlıq oldu, amma əlimdən gələn budur. AH, baxın, bizə oxudum misalı, yenə oxuyardım, amma çox uzun misaldır. Belə bir şey yazacağım ki, AH bərabərdir HH1-ə. Gəlin ən yaxşısını eləyək. Mən şəkli bura qoyum. Şəkli görürük ki, belə çəkə bilmirəm. Şəkli buraya qoyacağım bir dəqiqə. Qoyub gəlim tezcə. Aha, şəkli bura qoydum. İndi burada AH, baxın, bundan rəhli qələmlə bir dənə qəşəng bir rəng çək ki, üzündə görünsün. Bu rəng daha çox görünər, yəqin ki. Aha. Yox, bu rəng biraz ondan qarışar. Yaşıl götürək. Deməli, yaxud sarı elə ən yaxşısıydı. Sarı ilə eləyək. Deməli, burada AH HH1-ə bərabər olacaq. Baxın. A-dan H-a qədər olan məsafə, yəni bu hissə. H H1-ə bərabər olacaq. Hətta onu qeyd eləyək. AH bərabərdir HH1. Daha sonra bu da bərabərdir X. Adlandırırıq hələ ki. Sonra AH1 isə, baxın, AH1. Bu hissədə bunun 2 qatına bərabər olacaq, yəni 2x olacaq. Yazaq AH1 bərabərdir 2x. Və belə bir qayda deyəcəm. AH-ın AH1-ə nisbəti, AH-ın
AH1-ə nisbəti və bunun kubu bərabər olacaq ABCD-nin həcmi bölünsün A1, B1, C1, D1-in həcminə. A1, B1, C1, D1-in həcminə. Buna əsasən artıq yavaş-yavaş həll edə bilərik. AH-a verdik x, AH1 oldu 2x. Bunun kubu bərabərdir. Biz ABCD-nin həcmini bilmirik. Elə zaten bizdən ABCD-nin həcmini istəyir. Yazacağıq həcm ABCD. Və A1, B1, C1, D1. Baxın, bu hissə. Bunları silirəm artıq. Bir dəqiqə. Bu hissəni silək. Bu tərəfə baxacaq. Bir dəqiqə bunu təzədən çəkim. Bu hissəyə baxacaq. Buranın həcmini bizə verib. Daha doğrusu hədə verib. Həcmi 48 verib. Ona görə bunun bu bir qələmlə yazırıq. 48-ə nisbəti. Və buradan da tənliyi həll eləyəcək. X-lər gedəcək. 2-də 1-in kubu verir 8-də 1. O da bərabərdir. Həcm ABCD-nin həcmi bölünsün 48-ə. ABCD-nin həcmi isə bərabər olacaq 48-in 8-ə nisbəti. O da 6. Baxın, bu böyük hissənin həcmini tapmış olduq. Bu böyük kuba bənzər yeri, kvadrata bənzər yeri. Bu hissəni soruşurdu. Biz də cavabı tapdıq. Belə yəni, misallar üzərində də göstərdim. Şəkil düzdür, çəkə bilmədik, amma şəkli qoydum burada. Daha səliqəli şəkildə göstərə bildim. Yenə də deyirəm, imtahanda daha çox şəkillərə vaxt ayırmayın. Şəkillərə vaxt ayırsanız, demək olar ki, vaxtınızın çoxu gedəcək. Zaten ağıllı uşaq şəklə vaxt ayırmaq əvəzinə misalı həll eləməyə vaxt ayırır. Düzdür, belə üçbucaq dairə məsələlərində çəkin. Yəni, onlar zaten asan şəkillərdir. Sadəcə bunları əgər çəkə bilmirsinizsə, elə mən özüm də çəkə bilmirəm. Amma ən azından düsturları bilərsiniz ki, imtahanda sizə ən çox düstur kömək olacaq. Şəkil kömək etməyəcəksə. Yəni, şəkil də kömək eləyir, amma ən çox daha doğrusu belə deyim ki, düsturlar kömək eləyəcək. Düsturların hamısını da yuxarıda qeyd eləmişəm. Bir-bir hamısını dəftərinizdə qeyd eləyin və hamısını da öyrənin. Bazar günü 11-lərin imtahanıdır. Ümid edirəm, imtahanınız yaxşı keçər. 9-ların imtahanına da eyni şəkildə bu il 9-ların da imtahanıdır. 9-lara da uğurlar arzulayıram. 11-lərə də uğurlar arzulayıram. Və inşallah istədiyiniz nəticəni toplaya bilərsiniz. Bu qədər əziyyət çəkmisiniz. Axırda nəticəniz istədiyiniz kimi olar. Və hətta bəzi uşaqlar var, 9-dan çıxırlar və onlara 100 bal belə yetir. O 100 bal istəyənlər də daha çox belə ən azından çalışın ki, biraz yüksək balla keçə bilərsiniz də 5-ci qrupa. Nəysə, bu çoxüzlülər mövzusu da bu qədər idi. Yəni, burada artıq bir şey yoxdur. Misallar üzərində də göstərdim. Misalları da dəftərinizə qeyd edin. Məndən bu qədər idi. Sağ olun.